Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'deh. Əmmə ba'd. Davam edirik Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimahullahın Muxtasar Sirat-ı Rasul sallallahu aleyhi ve sellem adlı risaləsini və bugün də 14-cü dərsdir artıq və müəllif davam edir Bəd'ul Vahyi, yəni vəhyin başlanğıcı. Deyir ki, səhih hədisdə Ayşə radiyallahu anhadan rəvayət olunub ki, Ayşə radiyallahu anha buyurur, Əvvəl mə budiyə bi Rasulillahi sallallahu aleyhi və səlləm minəl vahyi ər-rü'yə əs-sadiqə. İlk deyir, Allah Resulü sallallahu aleyhi və səlləmə gələn vəhiyindən salih, yəni doğru yuxudur. Doğru yuxudur. فَكَانَ لَا يَرَى رُؤْيَا إِلَّا جَاءَتْ مِسْلَ فَلَقِ الصُّبْحِ. Və elə bir yuxu yox idi ki, Allah Resulü onu görsün, o deyir, yəni sübh çağına bənzəməsin, yəni aydınlığında. ثُمَّ حُبِّبَ إِلَيْهِ الْخَلَى. Sonra ona tənhalıqdır sevdirildi. فَكَانَ يَخْلُ بِغَارِ حَرَى. Hira dağında, mağarasında tənhalığa çəkilirdi. فَيَتَحَنَّسُ فِيهِ وَهُوَ التَّعَبُّدُ اللَّيَالِ زَوَاتِ الْعَدَدِ. Və orada deyir, gecələrini ibadətdə keçirirdi. Qablə ən yənziyə ilə əhlihi, öz əhlinə qayıtmamışdan, dönməmişdən, yəni orada ibadətlərini keçirirdi. Xüsusən də bu Ramazan ayında baş verirdi. Və yətəzəvvədu lizəlik. Sonra qayıdırdı deyir əhlinə, azuqəsini toplayıb, tezdən qayıdırdı. Sonra, yəni evlənəndən sonra, yəni qayıdır Xədicənin yanına, radiyallahu anhanın, orada yəni azuqəsini toplayıb, yenə qayıdardı. Hətta fəcəəhul haqqu. Bu belə davam edirdi, ta ki ona haqq deyir, gəlincə. Haqq ona gələndən sonra və huva fil ğar Hira, yəni o deyir, Hira mağarasında olanda ona deyir, mələk gəlir və deyir ki, oxu, iqra. Fəqultu, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, mə ənə bi qari'in, mən deyir, oxuya bilmirəm. Qalə fəəxəzəni fəqattəni həttə bələğə minnil cəhd. Thumma ərsələni. Bir qaldırdı, sıxdı məni, o sıxmağıyla tam deyir, yəni axıra qədər, yəni nəfəsimə qədər sıxdı, sonra buraxdı. Fəqalə iqra, dedi ki, oxu. Yenə dedim ki, oxuya bilmirəm. Yenə tutdu məni, sıxdı ikinci dəfə, yəni elə möhkəm sıxdı ki, nəfəsim kəsildi. Sonra yenə buraxdı. Dedi, oxu. Yenə dedim, oxuya bilmirəm. Yenə tutdu üçüncü dəfə, sıxdı, yenə buraxdı. Və dedi ki, üçüncü dəfədən sonra, İqra bismi rabbikəlləzi xaləq. Xaləqəl insənə min aləq, İqra və rabbukəl əkram. Və bu ayələri oxudu. Oxu, yəni Allahın Rəbbinin adıyla oxu, hansı ki səni yaratdı, hansı ki insanı deyir, nə deyirlər ona, laxtalanmış qandan yaratdı. İqra və rabbukəl əkram. Oxu və sənin Rəbbin əkramdır. Yəni əkram Allahın vəsfindəndir. Yəni kəramət vəsfidir. Fəracə bihə Rasulullah sallallahu aleyhi və səlləm يرجف فؤاده حتى دخل على خديجة بنت خويلد فقال زملوني فزملوه حتى ذهب عنه الروح. Və bu minvalla, bu halla deyir, ürəyi döyünərək gəldi deyir Xadicə bint Xuveylid radiyallahu anhanın yanına, dedi ki üstümü örtün və üstünü örtdülər ta ki ondan bu qorxu çıxınca. Fəqalə li Xadicə və əxbərəxə əl-xəbərə. Və Xədicə radiyallahu anhaya bu xəbəri söylədi. Ləqəd xəşitu alə nəfsi, deyir, özüm üçündür, qorxdum, deyir. Fəqalət Xədicə və Xədicə radiyallahu anhə deyir ki, kəllə, yox, deyir, Allaha and olsun ki, mə yuhzikallah əbədən. Allah deyir, səni tək tənha buraxmaz. Heç vaxtı. İnnəkə lətasilur rahim, çünki sənin bu cürünə gözəl əxlaqın var. Sən deyir, qohumluq əlaqələrini saxlayırsan. Sən deyir, yəni təhmilül kəllə, yəni
ağır işlərdə yardım göstərirsən, yəni fiziki işlərdə kömək göstərirsən, və tuqriyur dayfə, qonaqpərvərlik edirsən, qonağa qarşı ikram edirsən, və tuksibul mə'dumə, və kasıba deyir, əl tutursan, və tu'inu alə nəvaibil haqqi, və ictimai işlərdə də fəalsan. Yəni bu kimi, yəni gözəl əxlaq sahibisən. Fəntalaqat bihi Xadicə həttə ətət bihi Varaqa ibn Nəvfəl ibn Əsəd ibn Abdüluzzə. Və aparır Xədicə radiyallahu anhə onu Varaqa ibn Nəvfəl ibn Əsəd ibn Abdüluzzənin yanına. O da ki, Xədicənin əmisi oğlu olur. Və kənə qad tənassara fil cahiliyyə, və cahiliyyə dövründə nəsraniliyi qəbul etmişdi. Və kənə yaktubul kitab el-İbraniyyə, və deyir İbrani dilində, yəni İbrani Tövratın dilində, İbrani dilində kitablar yazırdı, yazılar yazırdı. Feyektu minel İncili bil-İbraniyə, və həmçinin İncili də İbrani dilində Allah istədiyi qədər yaza bilirdi. Və kənə şeyxən kəbirə, və yaşlı bir kəs idi, çox qocalmışdı. Qad amiyə, yəni kör də olmuşdu artıq. Fəqalət ləhu Xədicə, və Xədicə radiyallahu anhə ona deyir ki, ey əmim oğlu, İsmə min ibni əxikə, qardaşın oğlundan bu xəbəri dinlə. Fəqalə ləhu Varaqa, və Varaqa deyir ona, yəbnə əxi, ey qardaşım oğlu, məzə tərə, nə gördün sən? Yəni Allah Rəsulunu qəsd edir. Fəəxbərəhu Rasulullahi sallallahu aleyhi və səlləm xəbərə mə rəə, və Allah Rəsulü sallallahu aleyhi və səlləm gördüyü xəbəri ona xəbər verir. Fəqalə ləhu Varaqa, və Varaqa qayıdırdı ki, həzə ən-namusə ləzi ənzələllahu alə Musə. Bu deyir, həmin o namusdur, yəni mələyin adı namus, yəni Cəbrail əleyhissalam adlarındandır. Hansı ki, deyir, Allah Taala onu deyir, Musa əleyhissalama nazil etmişdi, göndərmişdi. Yə leytəni fihə cəzəən, yə leytəni əkunu heyyən iz yuxricuka qovmuk. Kaş ki, deyir, mən deyir, dözəydim, kaş ki, deyir, mən deyir, o yaşa yetəydim ki, səni deyir, qövmün öz diyarından çıxaracaq. Yəni o vaxtda. Və Allah Rəsulü sallallahu aleyhi ve sellem təəccüblə əmuxriceyyəhum, məyər onlar məni çıxardacaqlarmı? Qalə nəam, deyir, bəli. Ləm yəti rəculun qat bimisli mə ci'tə bihi illə uziyə və yudrikni yevmuka ənsuruka nasran muazzara. Bəli, deyir, elə bir kəs sənin gəldiyinlə gəlməyib ki, ona deyir, qövmü əziyyət verməsin, ona əziyyət verilməsin. Əgər deyir, mən deyir, sənin günlərə yetişsəm, sənə deyir, şiddətli şəkildə deyir, yardım göstərəcəm. Fələm yəlbəs Varaqa ən tufiyə, və az keçmədən deyir, Varaqa deyir, vəfat edir. Və fətərəl vahiy, vəhiydə, yəni vəhiy arası kəsilir. Hətta həzinə Rasulullahi sallallahu aleyhi ve sellem həzənən şədidə, və Allah Rəsulü sallallahu aleyhi ve sellem ta o vəziyyətə gəlir ki, çox bir hüzün edir, çox şiddətli hüzuna, yəni kədərə düşür. Hətta kən yəzhəbu ilə ruusu şəvahilil cibəl, ta o vəziyyətə çatır ki, dağların başına çıxıb istəyir oradan özünü atsın aşağı. Kulləmə əvfə bizirvəti cəbəl təbəddələhu Cibril aleyhisselam, və hər dəfə deyir, o zirvəyə qalxdıqda, dağın zirvəsinə qalxdıqda, bunu etmək istəyəndə Cəbrail əleyhissalam deyir, yəni ona çağırış edir. Ey Muhammed, innəkə Rasulullahi haqqa. Ey Muhammed, sən həqiqətən Allah Rəsulusan. Haqq olaraq Allah Rəsulusan. Fəyüskin lizəlikə cəşuhu. Bununla deyir, onun deyir, hövsələsizliyi, onun narahatçılığı deyir, sakitləşir. Və tuqirru nəfsuhu. Və nəfsi deyir, sakitləşir. Fəyərciyu və qayıdır. Feyzə talə aleyhi fətra əl-vahi, və həmçinin yenə də o müddət, vəhiydən uzaqlaşan bir müddət artdıqca yenə də bu fikrə düşür. Fizə əffə, yenə də dağa qalxanda, zirvəyə çıxanda, dağın zirvəsinə çıxanda Cəbrail əleyhissalam onu çağırış edir, sakitləşdirir. Fəbeynəmə huvə yevmən yəmşi istəmiə səvtən minəs-səmə, və günlərin bir günü də bu cürlə davam etdikdə, belə gezdikdə səmadan bir səs eşidir. Qalə fərafə'tu bəsari fəizəl mələkul-ləzi cəəni bi-Hira cəlisun alə kursi beynəs-səmai vəl-ard.
Başımı qaldırdım deyir, nəzər saldım. Gördüm ki, o mələk hansı ki mənə Hira mağarasında gəlmişdi, səma və yer arasında deyir, kürsüsünün üzərində oturub. Fəru'ibtu minhu. Və bundan deyir, şiddətli şəkildə qorxdum. Fəracatu ilə əhli və əhlimə döndüm. Fəqultu dəssiruni və dedim ki, üstümü örtün və nazil oldu bu ayələr. Yə əyyuhəl muddəssir qum fəənzir. Ey bürünən, üstümü bürüyün. Ey bürünən, ey üstü örtülən də yəni. Qum fəənzir. Dur və qövmünü çağırış et. Fəhəməl vahiy və tətəbə. Və bu andan deyir, vəhiy qızışdı və davam etdi. Başladı yəni, ardıcıl. Sonra müəllif deyir ki, ənval vahiy, vəhiyin növləri var. Ənval vahiy kənə və kənə vahiy ləzi yətihi sallallahu aleyhi və səlləm ənvaın. Və Allah Resulü sallallahu aleyhi və səlləmə verilən, gələn vəhiy bir neçə növdür. Onlardan biri rü'yə, yuxudur. Necə ki, Ubeyd ibn Umar buyurur, rahiməhullah, rü'yəl ənbiyə vahyun. Peyğəmbərlərin yuxusu vəhidir. Sonra bu ayəni oxuyur. Saffət surəsi 102-ci ayə. İnni ərə fil mənəmi ənni əzbəhukə. Yəni, İbrahim əleyhissalam, İsmail əleyhissalama deyir ki, həqiqətən mən deyir, yuxuda gördüm ki, səni kəsirəm. Yəni, Peyğəmbərlərin yuxusu haqdır. Yəni, vəhidir. İkinci növ vəhiy, məkənəl mələk yulqihi fi ru'ihi, ey qalbihi. Mələk deyir, qəlbinə saldığı bir şey. Yəni, mələk qəlbinə salır. Bu ikinci növ vəhiydir. Min qeyri ən yarahu. Yəni, mələyi görmədən. Mələyi görmür, amma mələk onun qəlbinə bu fikri, yəni bu vəhiyi salır. Kəmə qalə sallallahu aleyhi və səlləm. Necə ki, bu barədə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur. İnnə ruhul qudusi nəfəsə fi rəv'i ənəhu lən təmutən nəfs həttə təstəkmilə rizqəhə və əcələhə fəttəqullahə və əcmilu fit tələb. Həqiqətən deyir, Ruhul Qudus, yəni Cəbrail əleyhissalamdan söhbət gedir, adlarındandır. Deyir, mənim qəlbimə deyir, üfürdü ki, heç bir nəfs deyir, ölməyəcək ta ki öz ruzusunu və əcəlini kamilləşdirməyincə, tamamlamayınca, odur ki, Allahdan qorxun və ruzu tələb etməkdə gözəl yollar axtarın. وَلَا يَحْمِلَنَّكُمْ إِسْتِبَتَاءُ الرِّزْقِ عَلَى أَنْ تَطْلُبُوهُ بِمَعْصِيَةِ اللّٰهِ Və sizi deyir, ruzunun gecikməsi sövq eləməsin ki, siz onu Allaha asilik yolları ilə axtarasınız. فِنَّمَا عِنْدَ اللّٰهِ لَا يُنَالُ إِلَّا بِتَاعَتِهِ Çünki Allah qatında olan yalnız ona itayətləndir, nail olunur. Üçüncü növ vəhiy. Ənnəl mələkə yətəməsəl ləhu rəculən fəyuxatibuhu Bir kişi surətində gəlir, mələk, və ona xitab edir. Və fi həzgil mərtəbə kənə yərahu sahabə əhyənən. Və budur mərtəbə, bu dərəcə, vəhyin bu dərəcəsini bəzən görsən, sahabələr də görüb. Necə ki, Cəbrail bir şəxs formasında gəlir, məşhur, yəni Cəbrail hədisi də, yəni, və Allah Resulü sallallahu əleyhi və səlləmdən din barəsində suallar verir. Dördüncü növ vəhyin Ənəhu kənə yətihi mislə salsələtil cərəs. Ona deyir, sanki deyir, sürünən deyir, zəncirin, ağır zəncirin, yəni səsi kimi gəlir. Ağırıdır. Və huvə əşəddu aleyhi. Bu əndir şiddətlisidir. Vəhidə. Yəni ağırıdır. Yəni yük kimi ağırdır. Fəyəltəbisu bihil mələk həttə innə cəbinəhu lətəsaffədu araqan fi yevmin şədidil bərad. Yəni o cürünə, yəni həmin anda, yəni o cürünə şiddət keçirir ki, əndir şiddətlidir, soyuq günündə belə alnı deyir, yəni tər içində olur. Və həttə innə rahilətəhu lətəbruku bihi iləl ard. Hətta o vəziyyətdə olur ki, o minikləri belə, yəni o heyvanlar belə çökürlər yerə. Və cəəhu mərratan və fəxizuhu alə fəxizi Zeyd ibn Səbit və bir zaman bir olub ki, Zeyd ibn Səbitin yəni ayağının üstündə ayağı olub, yəni bu vəhiy vaxtından təsadüf eləyir, az qala yəni ayağını belə qırılmışdı. Yəni o ağırlığından. Beşinci növ
vəhyin ən yətihi el-mələku fi surət xuliqa aleyhə. 5-ci növ mələk gəlir öz surətində. Allah yaratdığı özünün, yəni əsl surətində. Feyuhi ileyhi mə şəəllah və Allah istədiyindən ona vəhy edir. Və həzə vəqa mərratayn. Bu da deyir Allah Rəsulü sallallahu əleyhi və səlləmə 2 dəfə baş vermişdi. Kəmə zəkərallahu subhanahu fi surətin Necm. Necə ki Allah Taala bunu Necm surəsində zikr edir. Yəni 2 dəfə görüb onu. Yəni 2 dəfə Allah Rəsulü sallallahu əleyhi və səlləm Cəbrail əleyhissalamı öz surətində görüb. Necə ki Allah Taala bunu Necm surəsində buyurur, bildirir. 6-cı növ, vəhyin 6-cı növü mə əvhəhullahu lehu fawqa səmavat leylə el-Mi'rac. Allah Taala yəni onu 7 qat göydən Mi'rac gecəsi vəhy etdiyidir. Yəni birbaşa vəhy etdiyi Allah Taala misal üçün 5 vaxt namaz və qeyri əhkamları. Yəni Mi'rac vaxtı. Bu da 6-cı növ. Yəni bu 6 növ vəhy növləridir mərhələlərlə. Və İbn Qayyim rahimehullah buyurur ki: "Əvvəl mə əvhə ileyhi rabbuhu an yaqra bismi rabbihillezî xalaq." Və ilkdir Allah Taala, yəni Allah Rəsulü sallallahu əleyhi və səlləmə onun Rəbbi bu ayəni vəhy etmişdir. İqra bismi rabbihillezî, yəni Rəbbinin adı ilə oxu. Hansı ki səni yaratdı. Və zəlikə əvvəl nüvvətihi və bu da deyir, ilkdir onun peyğəmbərliyinin çağıdır, addımıdır. Fə əmərəhu ən yəqra fi nəfsihi. Çünki burada deyir, əmr gəldi nə? Özü üçün oxumağa. Bu da peyğəmbərlikdir. Və ləm yəmurhu bit təbliğ. Özü üçün oxumağa və təbliğ etməmək. Bu deyir peyğəmbərlikdir. Sonra nazil oldu. Yə əyyuhəl muddəsir qum fə ənzir. Ey bürünmüş, dur və çağırış et. Bu artıq yəni özü üçün yox, ətrafı üçündür. Bu nədir? Təbliğdir. Və bununla deyir, nə oldu? Rəsul oldu. Birinci ilə nə oldu? Peyğəmbər oldu. Çünki vəhy olundu və təbliğ əmr olunmadı. Özü üçün oxu. İkinci isə vəhy olundu və əmr olundu təbliğ etmək. Bu da nədir? Rəsul oldu. Demək, Yə eyyuhəl muddəsir ayəsi ilə, yəni bu surə ilə nə oldu? Thumma əmrahu, Allah Taala əmr etdi ona ən yunzira əşiratəhul əqrabin. Birinci, yəni əmr etdi yaxın qohumlarını dəvət etsin, çağırsın. Thumma ənzara qavməhu, ondan sonra qövmünü çağırsın. Thumma ənzara mən havləhu minəl ərəb, sonra ətrafında olan ərəbləri çağırsın, qəbilələri çağırsın. Thumma ənzara'l ərəbə qatibə, sonra bütün ərəbləri çağırsın və sonunda da bütün aləmləri çağırsın. Bu mərhələ ilə olub. Aydındır. Fəqamə bid'a əşrə sənə yunziru bid-davə min qeyri qitalin və la cizyetin. Sonra deyir 10 neçə il bu dəvət üzərində davam etdi. Döyüş olmadan, cizyə almadan. Ondan sonra Allah Taala yəni və Allah Taala əmr etdi ondan sonra səbr etsin, insanların əziyyətinə dözsün, onlara döyüş elan etməsin. Thumma uzina lahu fil hicra, ondan sonra deyir ona hicrət izin verildi. Və uzina lahu fil qital, dalınca deyir döyüşə izin verildi. Thumma əmrahu an yuqatilə mən qatalahu. Yəni birinci də döyüş nə idi? Kim ki ona qarşı döyüşür, ona qarşı döyüşsün. Yəni qarşılıqlı döyüşsün. Birinci döyüşün əmri nədir? Qarşılıqlı döyüş. Və yakuffa amman lam yuqatilhu. Kim ki ona qarşı döyüşmür, onlara qarşı döyüşməsin. Yəni bir ilk döyüş nə idi? Müqabil. Kim ki sənə qarşı döyüşür, ona qarşı döyüşürsən. Kim ki sənə qarşı döyüşmür, ona qarşı döyüşmürsən. Thumma əmrahu bi qitalil müşrikin. Ondan sonra əmr olundu ümumən müşriklərlə döyüşsün. Hətta yakunu din kulluhu lillahi. Ta ki bütün din hamısı yalnız Allaha olsun. Yəni din bütöv olsun. Aydındır bu. Və bu ilə kifayətlənək və gələn dəfə yəni mövzu olacaq ilk iman edənlər barəsində. Bu kifayətlənək bu ilə. Subhanakallahumma hamdika əşhədu en la ilahe illə entə əstəğfiruka və etûbü ileyk.